Hörmətli Göbəkdala Şaverli icmasının sakinləri, hepimizi xoş gördük. Bu günləri bizim bu isti yay günündə bugünkü tədbirimizə gəldiyinizə görə təşəkkür edirəm. Ümid edirəm ki, bugünkü maraqlı bir diskusiya edəcək, çox maraqlı bir müzakirələrimiz gedəcək. Əsasən Qərbi Azərbaycan və Qərbi Azərbaycana qayıdış məsələləri ilə bağlı o kontekstdə müzakirələrimiz gedəcək. Mən bilirəm ki, bu kəndin, bu icmanın, salamünaleyküm, bu icmanın əksər vətəndaşları məhz həmin Qərbi Azərbaycandan deportasiya olmuş ərazilərdən deportasiya olunurlar. Yəni, Qərbi Azərbaycan kökənli insanlardır. 48-ci ildə, 53-cü ildə Azərbaycanın müxtəlif yerlərinə sürgünlər, deportasiyalar oldu, soyğunlar oldu və bu Azərbaycan xalqı üçün və Azərbaycan xalqı üçün çox dəhşətli faciələrlə nəticələnir. Bugünkü bizim layihəmiz, burada da gördüyünüz kimi soyğun və deportasiya qurbanlarına dəstək adlanır. Bu layihənin ərəsiyə gəlməsi Azərbaycan Respublikasının qeyri-hükümət təşkilatlarının dövlət dəstəyi agentliyi tərəfindən eyni zamanda mənim də rəhbərli olduğum sosial strateji tədqiqatlar və analitik araşdırmalar ictimai birliyi tərəfindən həyata keçirilib. Maraqlı burasında ki, bu tarixçəni sizin çoxunuz bilirsiniz. Çünki niyə? Siz o mühitdə böyümüşsünüz insanlarsınız. O mühitdə, o faciəni yaşanmış ailələrdə çoxunuz olmuşsunuz. Babalar, nənələr, nə bilim, bütün bu icmanın algırçəkləri, bu icmanın o faciələri yaşayan insanlarla sıx təmaslarınız oldu. Təfsirlər olsun ki, Sovetlər dönəmində SSR yarandıqdan sonra demək bu türk dilli xalqlara qarşı, xüsusən Azərbaycanlılara qarşı soyqırım siyasəti ermənilər tərəfindən daha çox şiddətləndi, daha çox biz o soyqırım məruz olmuşuq. Bir neçə tarixi dönəmlər var ki, həmin soyqırım dövrlərini əhatə edir. Bu və ya digər formada ağırlığına və belə deyək ki, o soyqırımın kütləvilliyinin o müqayisə eləyə biləcək müxtəlif illərdə müxtəlif cür olub, amma ümumən götürəndə əsas dəhşətlisi odur ki, bizim xalqımız o faciələri yaşayır. Dayandır bir deyəm. Məsələn, bizim mənim rəhbər olduğum təşkilat soyqırımla bağlı və xüsusən Qərbi Azərbaycana qayıdış məsələləri ilə bağlı artıq 4 ildir davamlı fəaliyyət göstərir. Söz yox. Burada da bir regional aspektdən mənə sorduğu suallar olur ki, siz də o regiondansınız. Həmişə deyirəm ki, müəyyən bir nəslim ora gedib dayansa da, digər nəslim o kökənli deyil. Amma ümumən götürəndə bu sualın mənası bir o qədər də aktualdır. Çünki Qərbi Azərbaycan soyqırımlar, millətimizə qarşı deportasiya bütün Azərbaycan xalqının qarasıdır. Hamımızın acısıdır, hamımızın dərdidir. Yəni biz bu günləri o problemə fərdi yanaşa bilmərik ki, Mərkəzi Aran bölgəsindən olan bir mütəxəssis bu məsələlərlə məşğul olmalı, olmalı deyil. Bəli, olsun da. İndi sözümün məqsədi odur ki, bu Qərbi Azərbaycan məsələsi bizim hamımızın ağrısıdır, hamımızın acısıdır. Bu məsələdə biz davamlı olaraq artıq işləyirik. Bu bizim, mən səhv eləmirəmsə, hələ elə imişlinin özündə icma üzvlərindən bizim 4-cü görüşümüzü, müəllim orada bir görüşümüzdə iştirak edib, əgər xatırlayırsa, elə onda da həmişə eyni suallara verirdiniz, amma mən də istəyərdim ki, siz də icma üzvü olaraq aktiv olasınız. Yəni, bu günləri oturum Şaverli kəndində yalnız mən elə gələnlərə sual verim ki, bizim həyatımızda nə dəyişəcək, onunla biz elədi gedə bilməyəcək. Biz mərkəzləşməliyik, təşkilatlanmalıyıq, sorğularımız etməliyik, biz icma ilə vaxtaşını görüşlər keçirməliyik və beləliklə niyə? Çünki bu məsələ, bu problem İlqarın və yaxud da ki, sizin məsələniz deyil. Bu dövlət rəhbərimiz İlham Əliyev cənabları tərəfindən ortaya atılmış bir siyasi konteksti və biz bunun üzərində dayanmışıq. Yəni, bu bizə əhəmiyyətli dərəcədə əgər olmasaydı, bu boyda Qərbi Azərbaycana qayıdış icması yaradılmazdı. İcma təşkilatlanmazdı.
Gözəl bilirəm. Çox yaxşı. İndi deməkdə məqsədim odur ki, biz artıq Azərbaycan hüdudlarından kənarda biz bu işi başlamışıq işləməyə. Əvvəla onu deyim ki, 2023-cü ildə biz Azərbaycanda Bakı şəhərində çox böyük bir beynəlxalq konferans keçmişik. Qərbi Azərbaycan konsepsiyasının tanıtımı ilə bağlıdır, o konsepsiyanın hədəfləri ilə bağlıdır. Çünki o hədəflər bəzən doğru başa düşülmür. Bəzən ermənilər tərəfi Qərbi Azərbaycan məsələsini və bu Qərbi Azərbaycana qayıdış konsepsiyasını beynəlxalq aləmə sadəcə olaraq Azərbaycanın Ermənistana yeni bir torpaq iddiası kimi təqdim edirlər. Amma əslində baxanda bu elə deyil. BMT-nin artıq bizim cənab Prezident İlham Əliyevin də bununla bağlı konkret demək ki, onun iradəsi ortadadır və bütün dünya birliklərinə bəyan edib ki, biz Qərbi Azərbaycana sadəcə olaraq dinc mədəni yaşayış və dönüş məsələlərini istəyirik və burada hansı bir dövlətə qarşı torpaq iddiamız yoxdur. Bu açıq net olaraq bütün dünya ölkələrində artıq bununla bağlı mesajlarımız ölkə başçısı tərəfindən çatdırılıb. O baxımdan biz də bu işlərimizi davam etdiririk beynəlxalq sahədə. Mən keçən illəri eyni beynəlxalq konferans eləmişəm, keçirmişik biz Belarusun paytaxtı Minsk şəhərində və Minskin çox böyük bir kütləvi ictimaiyyətinə Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə bağlı geniş var, icma var, Qərbi Azərbaycanın icması var Minskdə. Mən hədəfim o icmalara çatdırmaq deyildi. Hədəfimiz Belarus ictimaiyyətinə çatdırmaqdır. Elə o icmanə nə edirəm ki, icmanı hamımız məsələni bilirik. Demək istəyirəm ki, biz hamılıqca bunu işləməliyik. Ondan sonra biz keçən ayın 7-sində, keçən ayın 26-sında Qərbi Azərbaycana qayıdışla bağlı çox böyük təqdimat eləmişik. Türkiyədə, İstanbul şəhərində bir 20-yə yaxın bilim professorların iştirakı ilə hədəf məqsədimiz oldu ki, mən istədim söyləyeyim ki, bu Qərbi Azərbaycan və Qərbi Azərbaycan qayıdış məsələləri dəvət edin gəlsinlər. Gəlin içəri, gəlin. Hansı ki, Qərbi Azərbaycan qayıdış məsələləri ilə bağlı o qədər də məlumatlı deyirlər. Biz o ictimaiyyətində, o elm-bilim adamlarına diqqətinə çatdırdık ki, artıq onlar da dünyanın müxtəlif ölkələrində, xüsusən Bolqaristandan, xüsusən demək ki, mən sizə deyim, iştirakçılar arasında Çərkəz Respublikasından, eyni zamanda Bosniya-Hersegovinadan və s. müxtəlif ölkələrdən çox geniş həzmli və iri çəkili belə deyək ki, professorlar, müəllim heyəti orada təmsil olunurdu. Belə bir beynəlxalq konferans keçirmişik və layihə çərçivəsində həmin beynəlxalq konferansına yanaşı həm də hədəf məqsədimiz olur ki, yerli icmalarla bir daha işləmək və bir daha yerli icmalarla bu təmasları qurmaq və layihəmizin əsas hədəf məqsədi də bundan ibarətdir. Ona görə də, əziz dostlar, mən bir daha sizi salamlayıram. Bu mənim bir geniş, belə deyək ki, çıxışım oldu, izahat xarakterli, layihənin hədəf və məqsədləri ilə bağlı sizə məlumat verdim. İndi isə istəyərdim ki, bu soyqırım məsələləri ilə bağlı, bunun bir tarixçəsi ilə bağlı, bəyək bir əvvəlində dedim fikrimi ki, baxmayaraq ki, siz bu tarixçəni çox gözəl bilirsiniz, amma bir də yaddaşa salar. Onun üçün bizim gənc bir hüquqşünas mütəxəssisimiz burada sizlə görüşə gəlir. Əli bəy demək ki, Ankara Universitetinin Hüquq Fakültəsinin məzunudur, eyni zamanda Tallinn Universitetinin hüquq məzunudur. Eyni zamanda İtaliyanın Bologna Universitetinin Hüquq Fakültəsində magistr dərəcəsində təhsil alan məzundur. Mən də beynəlxalq siyasət, hüquq, beynəlxalq hüquq sahəsində araşdırmalarla, çalışmalarla məşğul olan şəxsi, gəncimizdir. Bizim üçün də bu bir yaxşı bir haldır ki, gənclərimiz artıq bu proseslərə başlayırlar və eyni zamanda bizim təşkilatımızın da hüquq departamentinə əməkdaşıdır. Mən istəyirəm ki, Əli bəy, bu gənc bizim araşdırması hüquqşünasımızı dinləyək, tədqiqatlarla bağlı məlumatlarını versin, baş verən bu prosesləri bir daha çatdırsın sizə. Ondan sonra istihabadır, suallarınız olacaq, suallarınızı cavablandıracaq. Olmayacaq təqdirdə onda yəqin ki, Allah qoysa, hər kəsi öz evində işi ilə məşğul olacaq və bu prosesin gələcək əməkdaşlığı ilə bağlı fikirlərimizi ortaya qoyacaq. Buyurun. Çox sağ olun. Salamlayıram xəstələriniz. Bugün mən çıxışım edəcəm Qərbi Azərbaycanların deportasiyasının bir qədər tarixi, beynəlxalq hüquq və
geri qayıdış aspektləri, perspektivləri tərəfindən biraz danışmaq istəyirəm. Qərbi Azərbaycan mövzusu tariximizin mühüm bir mövzusudur, kollektiv yaddaşımızın və Qərbi Azərbaycanlıların öz yurtlarından çıxarılması beynəlxalq hüquq baxımından həmçinin bir problemdir və biz bunun haqqında danışacağıq. Tarix bunu göstərir ki, məcburi köçürmə, etnik zəmində deportasiya sadəcə müəyyən bir xalqın deyil, bir çox xalqın əslində xüsusən bu coğrafiyalarda problemi olmuşdur və bu köçürmələr sadəcə demografik, etnik demografiyanı dəyişmir, həmçinin mədəni irsi, kollektiv yaddaşı və insan hüquqlarını dərindən maraqlandırır. Öncəliklə danışmaq üçün Qərbi Azərbaycan adlandırılan ərazi bildiyiniz kimi bugünkü Ermənistan Respublikası sərhədləri daxilində yerləşən və tarixən etnik Azərbaycanlıların sıx yaşadığı bölgələri əhatə edir və bu bölgələrdə 19-cu əsrin sonlarından etibarən Rusiya imperiyasının Qafqaz siyasəti nəticəsində artıq bir neçə deportasiyalar başlamışdır və imperiyanın dağılması ərəfəsində bildiyiniz kimi 1905-1917-ci illərdə artıq imperiya zəiflədiyi dövrlərdə və bolşeviklərin gücləndiyi dövrlərdə həm bu ərazilərdə, həm Bakı və ətraf ərazilərdə və İrəvanda Azərbaycanlara qarşı soyqırım faktları törədilmişdir, deportasiyalar törədilmişdir və bildiyiniz kimi soyqırım beynəlxalq hüququn ən ağır cinayətlərindən biri hesab olunur və yüz minlərlə Azərbaycanlılar həyatını itirmişdir və məcburi köçürmələrə məruz qalmışdır. Hansı ki, Rusiya imperiyası ərazisindən, Rusiya imperiyasından Ermənistan, hazırki Ermənistan ərazisindən, hazırki Azərbaycan ərazisinə. Və əsas iki mərhələ var Qərbi Azərbaycanlıların deportasiyasına bağlı, hansı ki 20-ci əsrə təsadüf edir. Birinci mühüm mərhələ 1948-1953-cü il arasında SSR rəhbərliyinin qərarı ilə yüz minlərlə Azərbaycanlı Qərbi Azərbaycandan Kür Araz ovalığına köçürülür və bunun bir neçə faciəvi nəticələri olur. Bildiyiniz kimi, dağlıq ərazidə yaşamağa öyrəşmiş xalq Kür Araz ovalığına öyrəşə bilmir, iqlim dəyişikliyinə öyrəşə bilmir, minlərlə Azərbaycanlı həyatını itirir və xəstəliklərə məruz qalır. Bundan sonra ikinci mərhələ isə daha modern tariximizə yaxındır, hansı ki 1987-91-ci illərdə SSR-nin artıq dağılmağa yaxınlaşdığı illərə təsadüf edir və yenə Ermənistan ərazisində yaşayan Azərbaycanlı əhali kütləvi şəkildə öz evlərini tərk etməyə məcbur olunmuşdur. Və bu ikinci köç dalğası ilə birlikdə, 20-ci əsrdə ikinci köç dalğası ilə birlikdə bölgənin etnik demografiyası tamamilə dəyişmişdir və Ermənistan ərazisində yaşayan Azərbaycanlıların sayı sıfıra inmişdir. Etnik Azərbaycanlar tamamilə bugünkü Ermənistan ərazisindən qovulmuşdur. Və bu məsələyə beynəlxalq hüquq baxımından bir qədər danışmaq istəyirəm. Burada bir neçə xüsusi beynəlxalq hüquqda tənzimlənən müddəalar var. İlk növdə İnsan Hüquqları və Ümumi Dünya Bəyannaməsi 13-cü maddəsi hər bir şəxsin öz ölkəsinə qayıtmaq hüququnu təsbit edir. Bu beynəlxalq bir hüquqdur. Hər bir insanın öz ölkəsinə qayıtmaq hüququ vardır. Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt da öz ölkəsinə daxil olmaq hüququnun, insanların öz ölkəsinə daxil olmaq hüququnun heç bir şərtdə məhdudlaşdıra bilməməsindən nəzərdə tutur. Və bu geri qayıdış prinsipləri isə BMT praktikası ilə tənzimlənir, hansı ki məcburi köçkünlərin geri dönüşü təhlükəsiz, könüllü və ləyaqətli şəkildə baş verməlidir. Yəni, zor tətbiqi ilə deyil, könüllü və ləyaqətli bir geri dönüşdən bəhs edilir. Deməli, son illərdə Azərbaycan dövlətinin bu mövzudakı tutduğu siyasi xəttdən biraz danışmaq istəyirdim. Azərbaycan dövlətinin bu mövzudakı siyasi xətti əsas qayıdış konsepsiyası adlanan bir sənədlə tənzimlənir, hansı ki Prezident İlham Əliyev tərəfindən qəbul olunmuşdur birbaşa. Qayıdış konsepsiyası sənədi nədir? Bu sənədin əsas məqsədi Ermənistan arasından çıxarılmış Azərbaycanlıların beynəlxalq hüququnun norm və prinsiplərinə uyğun sülh yolu ilə könüllü, ləyaqətli bir şəkildə öz doğma torpaqlarına geri dönə bilməsini vurğulayır və konsepsiya sənədi vurğulayır ki, bu proses zorla deyil, qonşu dövlət olan Ermənistanla dialog şəklində birgə işlə, yəni birlikdə könüllülük əsasına dayalı, beynəlxalq hüquq prinsipləri əsasına dayalı bir
geri dönüş prosesindən bu sənəd danışır, bəhs edir və burada əsas diqqət çəkən məqam ondan ibarətdir ki, sənəd heç bir halda qonşu Ermənistan dövlətə yeni ərazi iddiaları etmir, yeni ərazi iddialarında bulunmur. Bunun yerinə dediyim bu beynəlxalq hüquq prinsiplərinə uyğun bir etnik geri dönüşdən bəhs edir, hansı ki, Prezident İlham Əliyev özü də öz çıxışlarında dəfələrlə bunu qeyd edib ki, bizim geri dönüş konsepsiyası qətiyyən Ermənistana yeni ərazi iddiası deyil, sadəcə etnik Azərbaycanlıların öz doğma torpaqlarına qayıdışını nəzərdə tutur. Bu mövzunun biraz da Azərbaycan dövlətində hüquqi olaraq nə zaman bu mövzunun ilk dəfə rəsmiyyətə indiyini biraz danışmaq istəyərdim. Deməli, tarixi məqamlardan biri odur ki, Qərbi Azərbaycanların hüquqlarının dövlət səviyyəsində siyasi və hüquqi müstəqillik tanınması prosesi müstəqillik dövründə sistemli xarakteri daşıyır və bu mövzuda ən önəmli fərmanlardan biri də mərhum prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 18 dekabr 1997-ci il tarixli fərmandır. Hansı ki, Azərbaycan dövlətinin siyasi və hüquqi müstəvidə ilk dəfə bu mövzuya verdiyi qiymət verən mühüm sənəd məhz bu fərmandır. Fərman 1848-1953-cü ildə Azərbaycanlıların Ermənistan istihbaratı ərazisindən kütləvi surətdə deportasiyası haqqında fərman adlanır və bu fərmanla birlikdə tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bunun hüquqi tərəflərinin araşdırılması diqqət çəkir, yəni bu fərmanda da. Və həmçinin bu fərman məhz indi qəbul olunan qayıdış konsepsiyası kimi bu 1997-ci il fərmanı da könüllü ləyaqətli şəkildə və beynəlxalq hüquq prinsipləri çərçivəsində bir geri dönüşdən bəhs edir ki, bu da çox önəmli bir nöqtədir bu fərmanla bağlı. Son olaraq isə onu demək istəyirəm ki, yəni, Qafqaz xalqları arasında təkcə Azərbaycanlılar deyil, bu cür faciələrlə üzləşən, ən böyük faciələrdən biri də məsəl üçün Çərkəzlərin üzləşdiyi faciəni elə biz öz örnəyimizlə müqayisə edirik. Onlardır, Çərkəzlərdir, Çeşinlərdir, bunlar hamısı yaşayır bunu. Ahıskalar olsun. Bu da yenə 19-cu əsrdə Rusiya imperializminin qurbanlarından biridir Çərkəz xalqı, hansı ki, onlar da Rusiya imperiyası ərazisindən məcbur şəkildə Osmanlı imperiyası ərazisinə köçürülmüşdür və Şimali Qərbi Qafqazın etnik demografiyası köklü şəkildə dəyişdirilmişdir məhz bu deportasiya ilə birlikdə. Və bu iki deportasiya arasında müəyyən oxşarlıqlar var, hansı ki, hər iki halda insanlar öz tarixi yaşayış yerlərini tərk etməyə məcbur olub, hər iki hadisədə bölgənin etnik demografik nüfuzu kəskin şəkildə dəyişir və mədəni irs və tarixi yaddaşı nəzərdə böyük zərər görür. İnsanların dini ibadət yerləri, məscidləri, yaşayış yerləri böyük zərərlər görür və hər iki halda sonraki nəsillər arasında doğma torpaqlara qayıdış arzusu ölməyib, əksinə davam edərək nəsillərdən nəsillərə ötürülə bilir. Və son olaraq onu demək istəyirəm ki, bugünkü beynəlxalq ictimaiyyət qarşısında əsas bizim qarşımızda da düşən vəzifə yeni münaqişələr yaratmaq deyil, köhnə münaqişələri göz önündə tutub, onlardan dərs alıb, barışıq və insan hüquqları prinsiplərində yeni qonşuluq münasibətləri qurmaqdır. Və əgər biz Cənubi Qafqazda və regionumuzda davamlı sülh istəyiriksə, bütün məcburi köçkünlər öz evlərinə qayıda bilməlidir, öz evlərinə qayıtma şansları olmalıdır və bunun üçün də təbii ki, qarşılıqlı dialoq əsasdır qonşu dövlətlərlə və günümüz Ermənistan dövlətinin, hökumətinin də artıq bir qədər revanşist fikirlərdən, qisasçı fikirlərdən uzaqlaşması və Azərbaycan hökumətinin bu mövzudakı qərarlılığı və müharibə sonraki qərarlılığı bizə onu deməyə ümid edir və vəd edir ki, biz dediyimiz bu qayıdış konsepsiyasını həqiqətən də yerinə yetirə bilərik, bizim üçün bir ümid vəd edir. Və son olaraq regionumuzda sülh qarşılıqlı etimad arzu edirəm və İnşallah bir də münaqişələr olmaz, bir də regionumuz faciələrlə üzləşməz. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Sağ olun. Çox sağ olun Əli bəy. Təşəkkür edirəm bizə məzmunlu, tarixi, kronoloji fikirləri çatdırdığına görə. İndi, əziz dostlar, tədbirimizin artıq sual-cavab diskusiya tərəfinə gəlib çatmışıq. Bu istiqamətdə kimin maraqlandığı nə sual varsa bizə desin. Bildiyimizi bildirə, biləcək, bilmədiyimizi çalışıb sonradan öyrənib sizə çatdıralım. Burada əsas diqqət çəkir məqam isə bizə
Birisi ki, Qərbi Azərbaycan icması var. Cənab Prezidentimiz tərəfindən həmin icmanın üzərində göstəriş verildi və Ermənistan Qərbi Azərbaycanın qayıdış konsepsiya sənədi hazırlandı. Biz artıq o konsepsiya sənədini digər türk dilli xalqlar üçün bir örnək sənəd ola biləcək kimi təqdim edirik beynəlxalq ictimaiyyətə. BMT demək ki, institutlar çərçivəsində artıq o sənəd qəbul olunur, müzakirəyə çıxarılıb, yoxlanılıb, onun tezisləri ilə bağlı hər biri tanış olur. Burada da Türk geri dönüş demək ki, konsepsiyanın əsas hədəfində yalnız dinc və ləyaqətli geri dönüş faktları var. Konsepsiya sənədində təbii ki, Azərbaycan dövlət olaraq üzərinə təhlükəsizlik məsələlərinin qoyulması şərt kimi qeyd olunur. Eyni zamanda Azərbaycan dövlətinin bizim Qərbi Azərbaycanlıların mülkiyyət məsələləri ilə bağlı məsələlər müzakirəsini tapır. Ümumiyyətlə götürəndə beynəlxalq hüququn prinsipləri əsasında hazırlanmış bir konsepsiya sənədidir və bizim də hədəfimiz ondan ibarət ki, o konsepsiya sənədi ilə vətəndaşlarımızı tanış edək, vaxtaşırı çataq onlarla görüşlərə, bu kimi tədbirlər vasitəsilə artıq nəhayət biz başa düşməliyik ki, bizim istədiyimiz nədir, biz hara gedirik, gənclərimizlə necə işləməliyik və bu istiqamətdə nəyi görə bilərik. Ona görə də sağ olun, təşəkkür ederim. İndi nə sualınız varsa verəcəksiniz. İndi deyəcəm kamerada dayandıracaq. Nə sualınız varsa verin və məsələlər varsa sizi narahat edən, icmaya yönəlik çatdırılası fikirləriniz varsa onu da deyin. Ondan sonra hər kəsimiz öz evimizə ayrılaq. Sağ olun deyirəm sizə.